Salam dəyərli dostlar, bu video dərsimizdə artıq fonetika ilə bağlı son bir neçə məlumatı vermək istəyirəm. Deməli, biz bilirik ki, N samitindən sonra M və yaxud da ki, B samiti gələrsə, o zaman tələffüzdə N samiti M kimi deyiləcəkdir. Məsələn, şənbə yazılırdı, sönməz yazılırdı, amma şənbə və yaxud da ki, sönməz kimi tələffüz edilirdi. Ancaq burada iki söz var ki, əynbaş və canbaşla sözləri var ki, baxmayaraq ki, N-dan sonra B samiti gəlir, ancaq tələffüzdə N, M-yə çevrilməsi baş vermir. Yəni ki, canbaş və ya canbaşla və ya əynbaş formasında yazıldığı kimi tələffüz edilir. Bir neçə söz var ki, qazaq, samux, yevlax, azıq bu sözlərə saitlə başlayan şəkilki artırdıqda Ğ, X əvəzlənməsi baş vermir. Məsələn, azıxa, yevlaxa, samuxa, qazağa, qazaxa və s. Sözün sonu B, D, G, C samiti ilə bitən sözlərdə biz bilirik ki, bu sözlərdən sonra samitlə başlayan söz və ya şəkilki artırılarsa və yaxud da ki, heç nə gəlməzsə, o zaman həmin o B, D, G, C samitləri nə olacaqdır? Kar tələffüz edilir. Qayda budur. Ancaq burada bir neçə söz var ki, bu sözlərin sonu B samiti ilə bitir. Ancaq bu sözlər həmin bu qaydaya aid deyil, qaydaya uymur, istisnadır. Yəni, bu sözlər yazıldığı kimi tələffüz edilir. Yəni, təəccüb sözündəki B, təəssüb sözündəki B, tələb sözündəki B, ona samitlə başlayan söz və ya şəkilki artırdıqda və yaxud da ki, ondan sonra heç nə gəlməsə belə, olduğu kimi tələffüz edilir, B, P-yə çevrilir. Bugünkü mövzumuz bu qədər, növbəti dərslərdə görüşənədək.